Elnarə Abdullayeva Əli Mirəliyevə sərt cavab verdi. Ağsaqqal kişi, sən utanmırsanmı? Xəbərin ünvanı xəbər verir ki, tanınmış xanəndə əməkdar artist Elnarə Abdullayeva müğənni Əli Mirəliyevin ona yönəltdiyi tənqidlərə sərt və emosional şəkildə cavab verib. Qaynarinfoya danışan sənətçi Əli Mirəliyevin fikirlərini qəbul edilməz hesab edib və onun Azərbaycan musiqisi barədə məlumatsız olduğunu bildirib. Elnarə Abdullayeva bildirib ki, ağsaqqal kişi, sən ayıbdır, utanmırsan. Bilmədiyin mövzularda fikir söyləyirsən. Azərbaycan musiqisinin mahiyyətindən xəbərin yoxdur, amma danışmağa cəhd edirsən. Xanəndə bu məsələni hüquqi müstəviyə çıxarmağın mümkün olduğunu da qeyd edib. Azərbaycan musiqisinin bir anası var, bir də atası, biri muğam, o biri isə aşıq sənətidir. Bu iki əsas sütundan xəbərsizsənsə, deməli sən danışmamalısan. Belə hallarda bir yol qalır, məhkəməyə müraciət etmək. Amma nə yazıq ki, vaxtım yoxdur. Əgər hər belə adama cavab verməyə başlasam, nə konsert verə bilərəm, nə də sənətimlə məşğul ola bilərəm. Əli kimdir ki, ona vaxt ayırım? Sənətçi əlavə edib ki, o Azərbaycan musiqisinə illərini verib və onun səhnə fəaliyyəti illərlə tanınan məkanlarda reallaşıb. Mən Heydər Əliyev sarayında muğam konsertləri verəndə, səhnədə mənim yerimə Əli Mirəliyev çıxıb oxuyurdu. Muğam sənətini mən təbliğ edirdim, yoxsa Əli? İşi gücü olmayan insanlar ancaq bu cür qərəzli açıqlamalarla gündəmdə qalmağa çalışırlar. Qeyd edək ki, müğənni Əli Mirəliyev bir müddət öncə verdiyi açıqlamada Elnarə Abdullayevanı tənqid etmiş və onun muğamı düzgün ifa etmədiyini bildirmişdi. Elnarənin səsi gözəldir, amma muğam oxuya bilmir. O, daha çox mərsiyə tonunda ifa edir. Bu, tamaşaçını aldatmaq deməkdir. Oxuya bilirsə, Aygün bəylər kimi səlist və düzgün oxusun. Görünür, bu açıqlama əməkdar artistin qəzəbinə səbəb olub və sənətçi məsələyə ciddi yanaşaraq cavabını gecikdirməyi. Siz bu qalmaqallı açıqlama ilə razısınızmı? Fikirlərinizi şərhlərdə bizimlə bölüşməyi, videonu bəyənməyi və kanalımıza abunə olmağı unutmayın.